2020-ci il qəbul suallarının izahına baxırıq. Başlayaq 51-ci sualdan. Qeyri-aşkar operatorlarla bağlı bir tapşırıq nümunəsidir. Bu tip sualları həll edən zaman kənarda verilən ədədlərdən ortadakı ədədləri almalıyıq. Diqqət eləsək, kənardakı ədədlər kiçik, ortadakı ədədlər isə böyükdür. Belə olan halda ya cüt-cüt rəqəmlərlə işləyir, ya da ki, kənardakı ədədləri bir-birinə vura bilər, rəqəmlərini kvadrata yüksəldə bilər. Çünki diqqət eləsək, nəticə böyük ədəddir. Əslində bu cərgədən baxanda tutmaq olurdu. İçəridə 1114 və yaxud da ki, biz buna 1114 kimi daha baxa bilərik. Burada qanunauyğunluq nədən ibarətdir? 6 ilə 5-i toplayır və yazır 11. Əvvələ yazır. Daha sonra 7-ni vurur 2-yə, 14 yazır sona. İndi tətbiq eləyirik. Və burada da yoxlayaq. 2-ni 1-ə vurur, yazır axıra. Vurmanın nəticəsini axıra yazır. Toplamanın nəticəsini isə əvvələ yazır. İndi nə edir? Birinci rəqəmlə bu birisinin ilk rəqəmini bir-birinə vururdu. 3-ü 1-ə vurur 3. Baxın, diqqət edin. 2 ilə 0-ı toplayır 2. Yazıb əvvələ. İndi mən bunu tətbiq eləyəcəm suala. 2 ilə 3-ü bir-birinə vuracaq 6, yazır axıra. 9 ilə də 4-ü toplayır 13, yazır əvvələ. Cavabımız olacaq, ona görə də 136 C variantı. 52-ci sualda. Burada konsentrik çevrələr kimi düşünsək, ilk dairənin içərisində yazılıb 48. Növbətinin kənarlarında yazılıb 6 və 4. Nə ola bilər? Bu cəmləmə də olar, vurma da olar. Diqqət eləsək, burada vurma idi. Həmin 4 ilə 6-nı bir-birinə vurur, alır 24. Daha sonra 3 ilə eyni dairə üzərində olanlara baxırım. 3 ilə 4-ü bir-birinə vursa, bu edəcək 12. Daha sonra 3-ü 2-yə vuranda olur 6 və diqqət eləsək, 48, 24, 12, 6, 2-yə bölə-bölə azalır hər dəfəsində. İndi növbəti də 6-nı 2-yə bölsəm, buradakı ədədlərin hasili mənə 3 verməlidir. Sualı 1-ə vuranda nəticə 3 olursa, sual 3 olacaq. Y variantı doğru cavabdır. Keçdik 53-cü suala. 53-cü sual fəza fiqurları ilə bağlı bir sual nümunəsidir. Kubun bizə hər hansı bir görüntüsü verilib, bizdən digər bir görüntünü tapmaq tələb olunur. İndi diqqət eləsək, biz də üzlərin dayanma vəziyyətinə baxsaq, orientasiyanı yoxlasaq, variantları çıxdaş elə bilərik. Ümumiyyətlə, kublarda üzlərin bir-biri ilə dayanma vəziyyəti var. Mən kubu hara fırladıramsa fırladım, tərsinə çevirim, fırladım, yuxarıda olan üzü qarşıya gətirim, sağda olan üzü sola fırladım. Fərqi yoxdur. Nə cür fırlanma tətbiq eləyirsək edək, üzlərin bir-biri ilə dayanma şəkli, dayanma vəziyyəti dəyişə bilməz. İndi diqqət eləsək, buradakı qara nöqtə bu kənarda olan üçbucaq üzə daha yaxındır. Bunun üçbucağına yaxındır. Eyni zamanda həmin qara nöqtə pəncərə olan üzə də yaxındır. İndi buna uyğun olaraq variantları çıxdaş etmək istəsəm, A variantı yanlışdır. Çünki bu nöqtə burada olmalıydı da, uzaqda ola bilməz. Ona görə A variantı getdi. B variantı hələ ki qalsın. C variantında problem nədir? Nöqtə bunun qarasına daha yaxındır. Burada isə nöqtə uzaqdadır. Ona görə C variantı yanlışdır. Y variantına diqqət eləsək, Y variantında problem nədir? Y variantında bu nöqtə bu formada qara olan hissəyə yaxın olmalıdır. Burada həmin üz olmalıdır. Bu formada. Y variantı buna görə yanlışdır. D variantında yenə də eyni məsələdir. Bu nöqtə diqqət eləsəm qaraya yaxındır. Burada isə qaranın əks tərəfindədir. Qaralar bu hissədə olmuş olsaydı, bəlkə hardasa düz ola bilərdi. Ona görə D variantı da yanlışdır. B variantı tamamilə doğrudur. Əslində elə biz bunu bir dənə arxaya aşırıb, bir dənə də sola fırlasaq, B variantındakı görüntünü almış olacağıq. Ona görə B variantı üzlərin dayanma şəklini nəzərə alaraq
doğru cavab variantı olduğunu gördük. 54-cü sual X şərti dilə tərcümə ilə bağlı bir sual nümunəsidir. Bu sualın mahiyyəti nədən ibarətdir? Biz necə şifrələrdə qeyd edir deyə A-nın kodu məsəl üçün 1-dir, B-nin kodu 7-dir və s. Və bunun kimi burada da sözləri hər hansısa bir hecalarla şifrələyir, hərf birləşmələri ilə şifrələyir. Məsələn, mən baxıram, onlar onu çağırırlar. Sözü hansısa bir X şərti dilində Rokatamidir. İndi burada təbii ki, onlar Rokada ola bilər, onlar Roda olar, Erdə olar. Müəyyən kodlarla şifrələyir. Burada diqqət eləyəcəyimiz məqam nədir? Onlar onu çağırırdı və onlar onları gözləyir. Hər ikisi onlar sözü ilə başlayır. Rokatami və Robekarma sözlərində ortaq olan nədir? Ro. Deməli, onlar sözü ro imiş. Burada da həmçinin onlar varsa, bu uyğun olacaq roya. Sonra diqqət edirəm, burada nə var? Onları sözü, burada da onları sözü var. İndi hər ikisində Robekarma və Abetami sözlərində ortaq olan B hecasıdır. Onda belə çıxır ki, onları sözü B olacaq. Çağırıram, çağırırlar sözlərinə isə burada gördüyümüz kimi tami qalır. Onda onu sözü K olacaq. Gözləyirlər sözü isə karma sözünə uyğun gələcək. İndi bizdən soruşur, mən onları gözləyirəm. Mən sözü A idi, onları sözünə B demişdi və gözləyirəm sözü də karmadır. Ona görə də doğru cavabımız olacaq A, B, karma, C variantı. Davam edək 55-ci suala. Fiqurlarla fiqur analogiyası ilə bağlı bir tapşırıq nümunəsidir. Birinci, diqqət eləsək, bu fiqurdan qarşıda verilən fiqur necə alınır? Yuxarıya başqa bir fırlanma tətbiq edib, aşağıda da başqa cür dayanma vəziyyətini göstərib. İndi yuxarıdakı şəkli almaq istəyəndə, burada görünən bir nömrə ilə işarə etdiyimiz fiquru saat əqrəbi istiqamətində 180 dərəcə fırladırıq və eyni zamanda diqqət eləsək, bu hissələr ağdır. Burada həmin hissə olub qara. Rəngini dəyişib. 180 dərəcə fırladır saat əqrəbi istiqamətində və neqativinə çevirir. Yəni rəngini dəyişir. Aşağıdakı fiquru almaq istəyəndə isə sadəcə olaraq götürür 180 dərəcə saat əqrəbi istiqamətində fırlandırır. Daha doğrusu aşağıya doğru güzgü verir. Bu şəkildən aşağıdakı şəkli alanda, bu şəkli alanda yalnız fırlanma nəticəsində ala bilmirəm. Götürür, aşağıya doğru bir dənə güzgü verir. İndi eyni şey gəlirik, bu şəklə tətbiq edirik. Yuxarıdakı şəkli almaq istəyirəmsə mən 180 dərəcə saat əqrəbi istiqamətində fırlandırıb rəngini dəyişməliyəm. Mən və buradakı şəkli 180 dərəcə saat əqrəbi istiqamətində çevirsəm, yəni başı aşağı çevirmiş olsam, gəlib belə bir vəziyyət alacaq. Orada əsas bizə maraqlı olan bu dairənin düşdüyü yerdir. Dairə gəlib, baxın, diqqət edin, bu hissədə olacaq və rəngi də dəyişəcək. Burada ağdır deyə dairənin rəngi həmin hissədə qara olacaq. Baxıram, diqqət edirəm, burada dairə yoxdur, B variantı gedir. Burada dairə yoxdur, C variantı gedir. A, D və Y-də dairələr var. Bir problem yoxdur. İndi aşağıdakı şəkli almaq istəyirəmsə mən nə etməliydim? Aşağıya doğru güzgü verməliyəm. Gəlirəm mən bu şəklə, aşağıya doğru güzgü verirəm. Aşağıya doğru güzgü verəndə bu dairənin vəziyyətinə baxsaq bizim üçün kifayətdir. Həmin dairə gəlir, düşür, diqqət edək və bu hissəyə. Mən baxıram ki, burada həmin dairələr bu hissədə yoxdur, sol tərəfdə verib. Aşağı güzgüdə niyə sol tərəfə keçsin ki o dairələr? Sağ tərəfdə qalmalıdır. Ona görə A variantında diqqət eləsək buradadır. A variantı tamamilə doğrudur. 56-cı sualda, bu da fiqur analogiyası ilə bağlı tapşırıq nümunəsidir. Bu tip suallarda ümumiyyətlə biz ya eyni olan xətləri götürürdük, ya da fərqli eyniləri atıb fərqliləri götürürdük. Diqqət eləsək, hər üç fiqurun daxilində eyni olan hissələr bu hissələrdir və onu gətirib qarşıda yazıb. Başa düşürük ki, ortaq olanları götürür. İndi buradakı
3 dənə şəkildə ortaq olan nələrdirsə, onları götürmək lazımdır. Ortaq olan, baxın, tərsinə T formasında olan bu hissədir. Yəni A variantı doğru cavab olacaqdır. 57-ci sual cədvəllərlə bağlı sual nümunəsidir. Ümumiyyətlə, bu tip suallarda qanunauyğunluq nədən ibarətdir, onu qeyd edək. Birinci sətirlə ikinci cədvəlin ən son sətri arasında bir bağlılıq olmalıdır. Məsələ nədir? Nə cür bağlılıqdan söhbət gedə bilər? Bunun birinci sətri dediyimiz kimi. Bunu normalda, bu 7 baxıram ki, həm bu cədvəldədir, həm bu cədvəldədir axı. Mən bunu fırlandırıb bunun üstünə qatlasam, cədvəllər üst-üstə düşəcək də sanki. Üst-üstə düşəndə burada bir məsələ var. Bəzi rəqəmlər olduğu kimi qalır, bəziləri dəyişir. İndi nəzərə çarpan hissə nədir? Bunun dediyi birinci sətri ilə bunun son sətrinə baxaq. Burada 6 rəqəmi var, burada da var. Burada 4 var, burada da 4 var. 7 var, burada da 7 var. Ancaq diqqət eləsək, 8 dəyişib olub 4. Deyə bilərik, ya 2-yə bölüb, ya da 4 çıxıb. İndi ikinci sətr və sondan ikinci sətrə baxıram. 5 var, burada da var. 9 var, burada da var. Təzədən 8 olub 4. Onda belə çıxır ki, sualın yeri nə olmalıdır? 3 olmalıdır. Çünki hər sətirdə 3 dənəsi eyni qalır. Sualın yeri 3 olub. Yenə də dəqiqləşdirək. Baxıram, burada 2 qalıb öz yerində, 9 qalıb öz yerində, 1 qalıb öz yerində. Dəyişən nədir? 4 çevrilib olub 2. Sən demə burada hər sətirdə bir rəqəmi götürür, bölür 2-yə. 6 burada da var, burada da. 3 burada da var, burada da 7 də zaten hər ikisinə aiddir. Dəyişən nədir? 6 çevrilib olub 3. Yəni ki, hər sətirdə 3 dənə rəqəm eyni qalır. Bir dənəsini götürür, 2-yə bölür, yazır aşağıdakı cədvəldə. İndi bizim də sondan ikinci sətirdə, bu sətirdə baxdığımız 3 dənə rəqəm. Bir dənə artıq biz fərqini tapmışıqsa, yerdə qalan 3 dənəsi eyni olmalıdır. Bu səbəbdən də gəlib sualın yerinə 3 düşməli olur. Deməli, 8-ci sualda sözlər cütü arasındakı məntiqi əlaqəyə uyğun olaraq analoji variantı seçməliyik. Analogiya ilə bağlı tapşırıq nümunəsidir. Çin və Pekin sözləri verilmişdir. Aydındır ki, Çinin paytaxtı Pekin şəhəridir və biz burada paytaxt ölkə və onun paytaxt şəhərini tapmalıyıq. Burada da Polşa və onun paytaxtı Varşava C variantı düzgün cavab variantıdır. Digərlərində paytaxtları doğru qeyd olunmayıb və yaxud da ki, bəzilərində yerləri dəyişik verilib. Ümumiyyətlə, birinci ölkədir, sonra yerdə dayanan onun paytaxtıdır. Bu sözlərdə ardıcıllığa mütləq diqqət etmək lazımdır. 9-cu sualda bu sualın mahiyyəti nədən ibarətdir? Burada düşməyib bir fiqur, bu kvadratdır. Sualın mahiyyəti nədən ibarətdir? Burada görürük ki, 3-dən simmetriya oxu qoyub. Buradan aşağıda isə müəyyən nöqtələr qeyd edib. Diqqət eləsək, bunlar güşələrin sayıdır. Burada yazılan ədədlərsə fiqurların sayını göstərir. Mən birdən buradan qeyd edeyim güşələrin sayı və fiqur. Burada diqqət eləsəm 3 güşəli fiqur da var, 4 güşəli də var və sonra 5 güşəli, 6 güşəli var. 3 güşəlidən neçə dənədir? Diqqət eləsək 1, 2, 3, 4 dənədir. 3 güşəlidən sayı 4 dənədir. 4 güşəlilərin sayı 1, 2, 3, 3 dənədir. 5 güşəlilərin sayı 1 dənədir. Və 6 güşəlilərin sayı 2 dənədir. İndi buna əsasən gedək cədvəlimizə baxaq. Burada güşə sayına 1 yazıb. Fiqurun sayına da 1 yazıb. Axı mənim əlimdə güşəsinin sayı 1 olan, güşəsinin sayı 2 olan heç fiqur yoxdur ki, güşələr 4, 3, 4, 5, 6 şəklindədir. Burada diqqətimizi cəlb edən nə olmalı idi ki, burada ortadan 3-dən simmetriya oxu verib. O simmetriya oxu o deməkdir ki, aşağıdakı nöqtələrin bu oxa nəzərən
simmetriyasını götürməliyəm. 1-in buradakı simmetriyası gəlib baxın bura düşür. Bu nöqtənin simmetriyası gəlir düşür, diqqət eləsək bura. Bu nöqtənin simmetriyası gəlib düşür bura və bu da simmetriya oxunun üstündədir deyə elə olduğu yerdə qalır. İndi baxsaq, burada güşəsinin sayı 5 olan fiqurun sayı gəlir 1 çıxır. Həqiqətən də biz güşəsinin sayı 5 olan sayını 1 götürmüşdük. Güşələrin sayı 6 olan fiqura diqqət eləyək. Həmin fiqurun sayına baxsaq 2-dir. Həqiqətən də güşəsinin sayı 6 olan fiqurdan 2 dənədir. Güşəsinin sayı 4 olana diqqət eləyək. Bu fiqurdan neçə dənədir? 3 dənədir. Güşəsinin sayı 4 olan fiqurdan 3 dənədir. Və simmetriya oxunun üstündə olan güşələrinin sayı 3 olan fiqurdan say etibarilə 4 dənədir. Diqqət eləsək, baxın, burada qeyd olunduğu kimidir. Deməli, məsələ nədir? Biz orada nöqtələrin hər birini simmetriya oxuna nəzərən yuxarıda götürməliyik. İndi gəlirik bura. Tərəflərinin sayı, təpələrinin sayı, burada təpə sayını qeyd edib. Təpələrinin sayı burada var 3 olan, 4 olan, 5 olan və 6 olan. Bu təpə sayıdır. Bəs fiqurların sayı nə qədərdir? Gəlin sayaq. 3 bucaqda neçə dənədir? 1, 2, 3 dənədir. 4 bucaqdan 1, 2, 3, 4 dənədir. 5 bucaqdan 1, 2 dənədir və 6 bucaqdan 1 dənədir. İndi buna əsasən mən aşağıda simmetriya almalıyam nöqtələrin. Bunun simmetriyası zaten özüdür. Bu nöqtənin simmetriyası gəlib düşür bura. Bu 3-ün simmetriyası gəlib düşür bura. 4-ün də simmetriyası buradadır. İndi gəlin yoxlayaq. Güşələrinin sayı 6 olandan 3 dənədir. Axı biz demişdik güşəsinin sayı 6 olandan 1 dənədir. Burada biz götürmüşük 6 olandan 1 dənə, daha doğrusu təpələrinin sayı. 4 olandan 4 dənədir, 3 olandan da 3 dənədir. Bu gəlir təpəsinin sayı 6 olanın fiqur sayı 3 çıxır. Səhvdir. B variantına diqqət eləsə, bu nöqtələrin mən simmetriyasını yazsam bura. Yazaq. Deməli, bunun simmetriyası bura düşür, bu da oxun üstündədir. Diqqət eləyək. Təpələrin sayı 5 olan fiqurdan 1 dənədir. Yox. Biz demişdik təpələrin sayı 5 olan fiqurdan 2 dənədir. Avtomatik B variantı da getdi. C variantını yoxlayıram. Nöqtələrin buradan simmetriyasını alaq. Bu nöqtənin bu oxa görə simmetriyası budur. Burada elə simmetriyanın üstündədir. Baxın, diqqət eləsək, bunun simmetriyası gəlir düşür 5-ə. Bunun da simmetriyası gəlir düşür 6-ya. Simmetrik qatlanmalıdır. İndi baxıram. Güşələrinin sayı 6 olan fiqurdan 4 dənədir. Yox axı, bizdə bir dənə idi. Bu variantda getdi. Daha sonra, indi gəlirəm bura. Baxıram. Güşələrin sayı 6 olandan daha sonra 5. Bunun simmetriyası elə özüdür. Bunun simmetriyası gəlir düşür bura. İndi bunu analiz eləyək. Təpəsinin sayı, mən üzürlü sayın güşə deyirəm. Təpələrin sayı. Təpələrin sayı 6 olan fiqurdan 1 dənədir. Bəli, biz də elə demişdik. Təpələrin sayı 5 olan fiqurdan 2 dənədir. Biz də elə qeyd eləmişdik. Təpələrin sayı 3 olandan 3 dənədir. 4 olandan da 4 dənədir. Bəli, bizim qeyd elədiklərimiz də oydu. Təpəsinin sayı 3 olandan sayı etibarilə 3 dənədir. 4 olandan 4, 5 olandan 2 və 6 olandan da 1 dənədir. Ona görə D variantı doğru cavab variantı olacaq. Keçid alırıq 60-cı suala. Kodlaşma ilə bağlı bir sual nümunəsidir. Sualın mahiyyəti ondan ibarətdir ki, əvvəlcə qarşıda verilir şifrələr və həmin şifrələrə uyğun bir söz qeyd olunur. Burada qeyd olunan söz və şifrələr bir-biri ilə bağlıdır. Bağlılıq bəs nə cürdür? Burada hərflərin qarşısında yazılan rəqəmlər həmin hərflərin kodlarını göstərir, rəqəmlərini, sıralarını göstərir. Məsələn, V1 o deməkdir ki, taksi sözündə birinci hərfin, yəni T hərfinin kodu V-dir. B5 yazılmağı o deməkdir ki, taksi sözündə 5-ci hərfin, yəni İ hərfinin kodu B-dir. İndi gəlirəm mən suala, yazılıb burada V1,
L5. Nəzərinizdə olsun. Burada həmişə 1-dən başlamaq lazımdır. Ardıcıllığı özümüz üçün düzə bilərik. V1, P2, daha sonra S4, V1, P2, S4 yox, daha doğrusu Q3, S4 və L5. İndi başlayıram V1-i, birinci hərfi axtarmağa. Yuxarıda V1 birinci hərfin şifrəsi idi. Yəni nəyin? T hərfinin. Sözüm T hərfi ilə başlamalıdır. Zaten cavab çıxır. Amma yenə də davam etdirib baxaq. P2. Mənə P lazımdır. Gəlirəm bura, baxıram bura. P2 nə deməkdir? İkinci hərfin kodu. Mənə ikinci hərf lazımdır. İkinci hərf hansıdır? A hərfi. Q3. Bizə Q lazımdır. Gəlirəm Q-nu axtarıram. Deyir Q birinci hərfin kodudur. Birinci hərf hansı hərfdir? N hərfidir. Sonra keçirəm S4-ə. S4. Yuxarıda S hardadır? S5-də var. Gedirəm 5-ci hərfi baxıram. Q hərfidir. Və gəlirəm L-ə. Yuxarıda L varmı? Diqqət eləsək, yuxarıda L8 var. 8-ci hərfi gedib axtarıram. Görürəm o hərfidir. Deməli, bizim artıq sözümüz tapılmış oldu. Tango sözünü aldıq. Doğru cavab A-dır. 61-ci sual xəyali kəsimlərlə bağlı bir sual nümunəsidir. Kağız əvvəlcə soldan sağa, daha sonra isə yuxarıdan aşağıya doğru qatlanır. Aşağıda belə bir hissə kəsilir. İndi mən bu kəsilmiş hissəni kağızı açmalıyam da. Kağızı açanda o birinci olaraq yuxarıya açılır. Yuxarıya açanda diqqət eləsək, aşağıda gördüyümüz hər bir hissə öz güzgü əksini yuxarıda görür. Bu ox bu şəkildə deyil və bu formada baxacaq. Buradakı hissə eyni şəkildə və burada da olmalıdır. Daha sonra buradakı üçbucaqda və bu vəziyyətə düşməlidir. Ümumiyyətlə, nəzərinizdə, yadınızda qalsın ki, bu kağızın sağ-aşağı küncüdür axı. O sağ-aşağı künc həmişə şəkildə olduğu kimi qalmalıdır. Dəyişə bilməz. Mən burada baxıram ki, bu yoxdur. A variantı səhvdir. C variantına diqqət eləsək, C variantındakı problem bundan ibarətdir ki, bunun sağ-aşağı küncündə ox yuxarı baxır, amma burada oxun çıxıntısı aşağıya gedir. C variantında səhv budur. Sonra Y variantında səhv bundan ibarətdir ki, bu üçbucaq mərkəz tərəfdə deyil. Daha doğrusu, təpə tərəfdə deyil də, mərkəzdədir. Y variantı səhvdir. Daha sonra qaldıq D və B variantı arasında. D və B variantı arasında yeganə fərq ondan ibarətdir ki, mən bunu D variantında yuxarıya doğru açanda biri bu tərəfə baxır, biri də bu tərəfə baxır. Necə ola bilər o? Onlar eyni istiqamətə diqqət edin və bu formada baxmalıdırlar. Ona görə D variantı da çıxır və yerdə bir dənə B variantı qalır. 62-ci də anaqramlarla bağlı sual nümunəsidir. A variantındakı söz pianino, B-dəki klarnet, C-dəki nəzarət sözüdür, D-də kontrabas, Y-də isə skripka sözləridir ki, 4 dənəsi musiqi alətidir, nəzarət isə fərqli olan sözdür. 63-cü sualda cədvəllərlə, qeyri-aşkar cədvəllərlə bağlı sual nümunəsidir. Cədvəlin daxilində verilən ədədləri küncdə olan ədədlərdən, yəni bu ədədlərdən və bu ədədlərin birləşməsindən alıram. Məsələn, 15-ə diqqət eləsək, 15-i nədən alıram mən? Sətr üzrə 14, sütun üzrə 30-dan. 14 və 30-dan operator, 14 operator 30 bərabərdir 15. Yəni, bu əslində qeyri-aşkar da bir növ elə bil ki, qeyri-aşkar operator işləyirik. 26 operator 32 bərabərdir 40. Daha sonra bu nədir? 61 operator 22 bərabərdir 28. İndi sualda bizdən 62 operator 32 bərabərdir sual soruşur. Diqqət eləsək, burada məsələ nədir? 1 ilə 4-ün rəqəmlərini cəmləyir 5, 3 ilə 0-ı cəmləyir 3, 5-i 3-ə vurur 15. 2 ilə 6-nı cəmləyir 8, 3 ilə 2-ni cəmləyir 5.
8-i 5-ə vurur, alır 40. İndi sual tapmaq istəyirəmsə 6 ilə 1-i cəmləyəcəm 7, 3 ilə 2-ni cəmləyərəm 5, 7-ni vurarıq 5-ə, cavabı alarıq 35. Doğru cavab C variantı olmuş olur. Keçid alaq 64-cü suala. 64-cü sualda ümumiyyətlə piramida tipli suallarda əksəriyyətində qanunauyğunluq bundan ibarətdir ki, aşağıdakı 2 dənəsinin cəmi mənə yuxarıdakını verir. Ola bilər aşağıdakı 2 dənəsinin rəqəmlərinin cəmi yuxarıdakını versin, rəqəmlərinin cəmləyib rəqəmlərin daha doğrusu hasilini yuxarıda yazmış ola bilər və s. Burada nə idi məsələ? Aşağıdakı 2 dənə ədəddən yuxarıdakı ədədi toplama nəticəsində alır. Və məsəl üçün 19-un aşağısında verilən xana F və 11-dir. 11 ilə mən nəyi toplasam 19 alaram? 8-i. F oldu 8. İndi 8-in aşağısına baxsam, bir 6 var, bir də H var. Deməli, bu H 2-yə bərabərdir ki, 6 ilə 2-ni toplayaram, 8 alaram. Daha sonra diqqət etsək, 41-in aşağısında 19 və C var. Deməli, C 22 olmalıdır ki, 19 ilə 22-ni toplayım, 41 olsun. B-ni tapmaq üçün 37 ilə 22-ni toplayaram, eləyər 59. Daha sonra buradan A-nı tapmaq istəsək, 59 və 41-i cəmləyərik, alarıq 100. Davam eləyərik. 22-ni tapmaq üçün 8 və Y-ni cəmləməliyəm. Y oldu 14. D-ni tapmaq istəyirəmsə 14 ilə 23-ü cəmləyərəm, olar 37. Daha sonra buradan G-ni tapanda 6 ilə G-nin bizə 14 verir axı. G olacaq 8. L-i tapmaq istəsəm L ilə 8 23 verirsə, L də olmalıdır 15. İndi bizə nə soruşur? A vurulsun L minus K. A-nın qiyməti 100-dür. 100-ü vururam L minus K-ya. L 15-dir. Çıxıram K-nı. K-nın da qiymətin qalıb K. K da bizə 2 ilə K 11-i verir. Onda K olacaq 9. 15 çıxılsın 9-u vurmalıyam 100-ə. 6 vur 100. Cavabımız olacaq 600 Y variantı. Keçirik 65-ci suala. Fiqur ardıcıllıqları ilə bağlı sual nümunəsidir. Biz tək burada üçbucağın vəziyyətinə fikir versəydik, əslində tapa bilərdik vəziyyətin nə yerdə olduğunu. Buradakı üçbucaq fırlanıb əgər sağ tərəfə keçirsə, deməli bu fiqur 90 dərəcə saat əqrəbinin əksi istiqamətində fırlanır. Mən növbəti şəkli təzədən saatın əksinə 90 fırlasam, o üçbucaq gəlib aşağıya doğru baxacaq. Yəni A variantı, B variantı və C variantı gedir. Oradakı düzbucaqlı kimi hissə var. Onun vəziyyətinə də diqqət eləsəydik tapardı. Məsəl üçün bu fiqur bir dəfə sol tərəfdədir, bir dəfə aşağıdadırsa, indi növbəti dəfə fırlanmada o sağ tərəfə keçməlidir. Burada təzədən solda qalıb axı. D variantına diqqət edin, o gəlib sağ tərəfdədir. Buna görə Y variantı səhv olur və doğru cavab variantı D qalır. Məsələ sadəcə olaraq 90 dərəcə saat əqrəbinin əksinə fırlatmaqdır. 66-cı sualda. Əslində bu da ardıcıllıqlarla bağlı bir sual nümunəsi sayılır. Hərf ardıcıllıqlarıdır. Diqqətli dinləyib, oxuyub analiz eləmək lazımdır. H hərfindən solda yerləşən ilk hərflə H-dan solda yerləşən ilk hərf G-dir. Deyir bu G ilə A hərfindən sağda ikinci olan hərfin A hərfindən sağdakı birinci hərf B-dir, sağdakı ikinci C-dir. Yəni deyir G ilə C-nin tam ortasında yerləşən hərfin. Bu ikisinin tam ortasında yerləşən hərf Y hərfidir. İndi nəzərimizdə Y-dir. Deyir tam ortasında yerləşən hərfin solundakı ilk hərfdən Y-nin solundakı ilk hərf D-dir. Deyir buradan sağda yerləşən ikinci hərfi tapın. D-dən sağda yerləşən birinci hərf Y-dir. D-dən sağda yerləşən ikinci hərf F-dir. Ona görə də doğru cavabımız olacaq F hərfi. Keçdik 67-ci suala. Fiqur cədvəlləri ilə bağlı sual nümunəsidir. İçəridəki dairələrə diqqət etsək, sətir boyunca burada bir dairə, burada 2, burada 3. Bir-bir artır.
Oxlara diqqət eləsək, ox bir dəfə burdadır. Bir vahid sadə əqrəb istiqamətdə fırlandı, gəldi bura. Bir vahiddə fırlandı, gəldi bura. Sonra burada nöqtələrə diqqət eləsək, 2-dən qalxıb olub 4, sonra da olub 6. 2 2 artır. Eyni zamanda oxa da diqqət edin. Bir dəfə burdadır. Buranı boş qoyur, gəlir baxın bura. 2 addım. Buranı boş qoyur, gəlir baxın bura. 2 addım ox da hərəkət edir. İndi içindəki nöqtəyə baxın 3 idi. 6 oldu. 3 artıb da. İndi də 9 dənə olmalıdır. A variantı və C variantı arasında qalıram. Gəlirəm oxa baxmağa. Ox indi burdadır. 1, 2, 3 addım hərəkət edib. Diqqət edin və burdadır. İndi yenə 1, 2, 3 addım hərəkət edib harda olmalıdır? Baxın beləsinə aşağıya doğru baxmalıdır. Yəni C variantındakı şəkildə. İçindəki nöqtələrin sayına, artma sayısına müvafiq olaraq kənarda olan xəttlər də eyni şəkildə hərəkət edir. 68-ci sual bağlantılarla bağlı bir sualdır. Burada hər bir fiqurdan çıxan xəttlərin sayısını qeyd etmək lazımdır. Buradan çıxan xəttlərin sayı 4-dür. Burada 2-dir. Bu 1-dir. Bu 5-dir. Burada 3 dənə xəttdir. Burada isə 3 dənədir. Eyni şeyi qarşıda da ikinci deformasiya uğramış şəkildə də yazmaq lazımdır. Buradan 1 xəttdir. Buradan 5 xətt. Burada 2-dir. 3-dür. 4-dür və 3-dür. İndi diqqət eləsəm, mən konkret olaraq bildiyim Y hərfidir. Baxın, Y 1-dir. Burada da tək bir dənə 1 olan var da. O olacaq Y hərfi. Y'nin oxunu izləyin bir dənə. Y'nin bir dənə birləşdiyi hərf var. O da M hərfidir. M-i yazdım bura. M-dən çıxan qollara diqqət eləsək, M-dən çıxan qolun biri gedir üçlü qutuya. Biri gedir dörtlüyə. Biri gedir üçlüyə. Biri gedir ikiliyə. M-in getdiyi ikilini biz tapa bilərik. Diqqət eləsək, M-in birləşdiyi ikili L-dir. Daha sonra o L-in birləşdiyi, L-in oxunu izləyin. L-in birləşdiyi dörtlü var. O hansıdır? G hərfidir. Avtomatik biz G-ni tapmış olduq. Deməli, X, G olmalıdır. Bizə X və Y-i soruşur. Deməli, birincisi nə olmalıdır? G olmalıdır. Yazı variantlarda ya GL-dir, ya GM-dir, ya GF-dir. Y-in M olmadığı kəsindir. Yəni, çünki Y 3 dənə xətti çıxandır. M-i mən bura yazmışam. Deməli, GM variantı getdi. GL variantı da zaten gedir. Çünki L 2 qutuluydu da, yəni 2 dənə xəttli qutudaydı. Ona görə Y variantı da gedir və bir dənə qalır variantımız GF. Əslində biz onu konkret olaraq tapa bilmirik. Səbəb nədir? Çünki üçlü qutulardan biri K-dır, üçlü qutulardan biri F-dir. Mən hansının, bunun mu FK ya da bunun mu KF olduğunu konkret şəkildə bilmirəm. Ona görə variantlardan GF də versəydi, GK da versəydi, yəni düzgün qəbul edəcəkdik. Dediyim kimi, konkret təyin etmək olmur çünki onu. Gəldi 69-cu sual. Tərəzilərlə bağlı bir sual nümunəsidir. Hər istəyir 1-dən 9-a qədər rəqəmləri ifadə edir. Düzək bura 1-dən 9-a qədər ədədləri. Həmişə başlayacağımız yer daha çox fiqurun olduğu yerdir. Deməli, 5 dənə əgər dairə 1 dənə ulduza bərabərdirsə, buna mən ulduza verə biləcəyim qiymət 5 dairələr 1 olar. Çünki mən dairələrə gətirib 2 yazsam, ulduz 10 çıxır. Əlimdə 10 yoxdur. Ona görə məcbur nə etməliyik? Dairələrə gətirib 1 yazmalıyıq. Dairələrə 1 yazanda bu gəlir 5 çıxır. Harda onu görəmsə yazaram bura 5. 5 nədən daha ağırdır? 1-dən, 2-dən, 3-dən və 4-dən. Mən 1-i və 5-i istifadə eləmişəmsə, bura yaza biləcəyim yeganə ədədlər 2, 2-dir. 2 də getdi. 4 yüngüldür, 5-dən aldım. Sonra əslində baxın burada 2 dənəsindən daha ağır ola biləcək. Buna mən 3, 3 yazıb buna 7, 8, 9 da yaza bilərəm. Buna 4, 4 yazıb buna 9 da yazmaq olar. Yəni mən bu kvadratın 3 və ya 4 olduğunu konkret olaraq bilmirəm. Bu diqqətimizdə qalsın. Düşək aşağıdakına. Əgər mən bura 3 istifadə eləsəm, bir dənə baxsaq, tutaq ki, mən bura 3 istifadə elədim.
3 istifadə eləyəndə gətirib burada 3 yazıram. Siz diqqət eləyin bir şeyə. Mən 3-ün yanına gətirib əlimdə olan maksimum 9-u belə yazsam, buralara 4 atmalıyam. Əlimdə qalan ən kiçiyi ki, bura 12-ni tarazlaşdırsın da. 8 eləyir, gəlir bu da 4 çıxır. Bu da olmaz. Mən sənin üçün əlimdə qalan başqa ədədlər 6 da yazsam, gəlir ortadakına 0 çıxır. Yəni ki, heç cür bərabərlik yaratmaq olmur. Deməli, bu kvadrat 3 ola bilməz. 4 olmalıdır. 4 ilə 4-ü toplasam, eləyəcək 8. 8-dən ağır olan əlimdə sadəcə olaraq 9 var. Deməli, bu qara kvadrat olacaq 9. 4 də getdi, 9 da getdi. Yerdə qalıb 3, 6, 7 və 8. Mən bura 4 yazanda ən kiçikləri bura atmalıyam da. Çünki bir şeyə diqqət etmək lazımdır ki, daha çoxlu sayda fiqur, daha az sayda fiqurla tarazdısa, çox olanlara mən daha kiçik qiymətlər verməliyəm. Az olanlara isə daha böyük qiymət. İndi 3-3-ü atdım bura. 3 də getdi. Bura oldu 6 plus romb. Mən 6-nın yanına nə yazım? 4-ün yanına əlimdə olan rəqəmlərdən hansını yazım ki, tarazlıq olsun? Bunu düşünməliyik. Romba 6 atsam, buranın çəkisi çıxır 12. Eyni zamanda mən bu üçbucağa da 8 atsam, buranın da çəkisi çıxır 12. Və 12 12-yə taraz olur. Demək 8-i də istifadə elədik, 6-nı da. Bir dənə istifadə etmədiyimiz 7 qaldı. Əgər biz 7-ni istifadə eləmədiksə, variantlarda, ümumiyyətlə sualda bizdən ümumiyyətlə görmədiyimiz bir fiquru soruşa bilər. Görmədiyimiz fiqur istifadə etmədiyimiz ədəd deməkdir. Yəni ulduz olacaq onda 7. Heç nə götürürük, toplayırıq. Qara dairəyə nə demişdik biz? Qara dairəyə 3 demişdik. 3 ilə 7-ni toplayanda nəticə 10-dur. Birə Z uyğun gəlir. Ağ kvadratımız 4, ağ üçbucağımız 2-dir. 4 ilə 2 toplayanda 6, A variantı uyğun gəlir. Rombumuzun qiyməti 6-dır. Qara üçbucağın da qiyməti 8-dir. Toplayanda 14 edir. Buna da Y uyğun gəlir. Deməli 1-ə C, 2-yə A, 3-ə də Y olacaq C variantı. 70-ci sual. Tənlik tipli cədvəllərə aid sual nümunəsidir. Bizdən MNKLPQ cəmin minus 50/8-i soruşur. Diqqət eləsən, mən burada MN-in ayrıca cəmini tapa bilmərəm. Amma cüt-cüt qruplaşdırsam, L-lə, məsəl üçün M-in cəmi. Buradan M-i götürürəm, buradan da L-i. Hamısı cəmdə axı. M-lə L-in cəmini yerinə yazıram 26. Üstə gəlsin. Daha sonra diqqət eləsək, P-lə K-nı cəmləyə bilərik, məsələn. P-lə K-nın cəmi bizə nə verir? 32 verir. Gətirəm P-lə K-nın cəmini 32 yazaram. Yerdə isə N və Q qaldı. Q-la N-in cəmisi də bizə verir nəyi? 32-ni. Gətirib bunu da yerinə yazıram 32. Və buradan deyir 50 çıx böl 8-ə. 50-ni çıxaram. Bölərəm 8-ə. 26, 32, 32 toplasam eləyəcək 64 plus 26, 90. 90-dan 50 çıxarıq 40. 40-ı da 8-ə bölərik. 5 alarıq cavabı. Bizdən bu ifadənin qiymətini soruşurdu. Cavabımız olacaq 5A variantı. 71-ci sual analogiyalarla bağlı tapşırıq nümunəsidir. Povest və yazıcı sözlər arasındakı yoğunluq bundan ibarətdir ki, yazıcı povest yaradır, yazır, hazırlayır, belə deyək. Laborant laboratoriya hazırlamır. Qəhrəman nağıl hazırlamır. Qəhrəman nağılın yəni nağılda olan hər hansısa bir personajdır da. Şirniyyatçı bəli tort hazırlayır. C variantı doğrudur. Bağban meyvə hazırlamır. Meyvə yetişir, ona qulluq eləyir ola bilər. Aktyor da tamaşanı hazırlamır. Tamaşanı sadəcə olaraq nümayiş etdirir. C variantında şəxs və o şəxsin hazırladığı, yaratdığı bir məhsuldan söhbət gedir. Necə ki, yazıcı povest yaradır, şirniyyatçı da tort yaradır. Ona görə C variantı doğrudur. 72-ci sualda. Burada diqqət eləməliyik ki, yuxarıda burada 4, burada 3, burada 2 dənə şəkil var. Ən sonunda bir dənə olacaq. Yəni ki, bunlardan cüt-cüt aşağıdakıları almalıyam mən əslində.
Bu ikisindən aşağıdakını alıram. Bu iki dənəsindən aşağıdakını, bu ikisindən aşağıdakını. İndi bu şəkildə və ən sonda bu ikisindən nə almalıyıq, onu tapacağıq. Bəs qandağınlıq nədir? Burada diqqət etsək, ağ-qara hissələr var. Onlar üst-üstə düşəndə nəticə nə olur, buna baxmalıyıq. Məsələn, bu ağdır, bu da ağdır. Üst-üstə düşəndə nəticəsi olub qara. Deməli, ağla ağ toplananda olur qara. Sonra bu hissəsi qaradır, burası da ağdır. Nəticəsi mənə verib ağ. Deməli, qara ilə ağ toplananda olub ağ. Sonra ağla qara toplananda olub ağ. Ağla qara toplanıb olub ağ. Qara ilə qara toplanıb olub qara. Gəlirik, tətbiq edirik sualı. Bir dənə də bunlar üçün yoxlayaq. Məsəl üçün, bir üçün. Ağla baxıram qaraya. Nə olub? Ağdır, düzdür? Qara ilə ağ ağdır. Qara ilə qara qaradır, ağla ağ qaradır. Doğrudur. Tətbiq edirəm bax bu ikisinə. Qara ilə ağ birləşəndə mənə ağ verməlidir. B variantı gedir, C variantı gedir. Daha sonra qara ilə qara birləşəndə bizə nəticəni qara verir. Görürəm ki, bura ağdır. D variantı gedir. Ağ və qara birləşəndə nəticəsi ağ olmalıydı. Y variantında buranı qara verib. Ona görə Y gedir. Bir dənə doğru cavab qalır. A variantı. Ağ-qara prinsipini tətbiq etmək lazım gəldi. 73-cü sual. Burada domino daşlarına diqqət eləsək, onların həm sayı ilə bağlı bir uyğunluq tapa bilərik, həm çarpaz formada baxa bilərik. Ümumiyyətlə, bu suala 4-5 cür yanaşma şəkli var. Hamısı da ödənir. Məsəl üçün, mən baxıram. Burada heç nə yoxdur. Çarpaz baxıram 1, 2, 3, zigzag formada 4, 5 nöqtə var. İndi deməli, aşağıda 6 dənə nöqtə olmalıdır. İndi yuxarıya diqqət eləsək, bəs nə baş verir? Yuxarıda 3 nöqtə var. Sonra yoxdur. 3 nöqtə, boşluq. 3 nöqtə, boşluq. İndi yuxarıda 3 nöqtənin sırasıdır. Yuxarısı 3, aşağısı 6. B variantı ödənir. Bu bir yol. Digər bir yol nədir? Burada 3 nöqtə var. Burada 1 nöqtə var. Burada 5 nöqtədir. Burada 3 nöqtə. Burada 7 nöqtə var. Burada 5 nöqtə var. Deyə bilərdik ki, nöqtələrin sayında 2 azalıb 4 artım var. Nöqtələrin sayında 2 azalım, 4 artım var. Nöqtələrin sayında 2 azalma, növbəti 4 artım olub bizə 9 dənə nöqtə lazım olacaq. Yenə də gəlir B variantı olur. Növbəti bir şəkildə baxmaq olar. Necə? Belə baxmaq olar. Bu şəkildə baxaram. Paralel formada. Burada 3 nöqtə var. Burada 5 nöqtə var. Burada 7 nöqtə var. Növbəti bu tərəfdə 9 dənə nöqtə olmalıdır. Belə də yanaşmaq olar. Həmçinin burada 1 nöqtə, 3 nöqtə, 5 nöqtə. Bu formada da yanaşmaq olar. Və daha sonra yanaşmamı yenə fərqli cürdə etmək olar. 3 ağlar şəklində baxmaq olar. 3 ağ gəlir, 3 2 gəlir, 3 4 gəlir, növbəti 3 6 gəlməlidir. Bu tərəfdə 1 3 5 formasında. Yəni ki, istənilən halda suala 4-5 cür yanaşma şəkli var və hamısında da nəticə 6 3-ə gəlib çıxır. 74-cü sual. Mətnin məntiqi təhlili ilə bağlı sual nümunəsidir. Sadə bir sual nümunəsidir. Əslində diqqətli olub çox rahat bir şəkildə həll edə bilərik. Dəqiqə sağ tərəfdə yer saxlayaq. Gələk cədvəlimizi quraq. Burada diqqət eləsək, müxtəlif şəxslər, 4 dənə şəxs, 4 dənə şəhər, 4 dənə əşya
və e, məqsəd var. Hansı məqsədlə gedirlər? Bu var. Çox parametr olanda bunların hər birini qeyd eləmək lazımdır. Şəxs, daha sonra şəhər, əllərində olan əşyalar və hansı məqsədlə gediblər? Onu yazaq da, məqsəd yazaq. Məqsəd nədir? Cədvəlimi bölürəm. Böləcəm 4 yerə, çünki söhbət burada 4 dənə şəxsdən gedir. 1, 2, 3 və 4. İndi başlayırıq qeyd eləməyə. Nə deyir? Sənədlərini qovluqda aparan A Bakıya imtahan vermək üçün gedir. Deməli, şəxs olaraq A haraya gedir? Şəhər olaraq Bakıya. Deyir, sənədlərini qovluqda aparır. Əşyalardan bu qovluğu istifadə edib. Məqsəd nədir? İmtahana getmək. Bu getdi, hamısını tapdıq. Bal almaq üçün gedən B-nin əlində bidon var. Deməli, B əlində olan əşya bidondur. Məqsədi nədir? Bal almaq. Sonra Xaçmaza gedən S-nin əlindəki çanta deyil. S hara gedir? Xaçmaza gedir. Əlindəki çanta deyil. Bəs bunun əlindəki çanta deyilsə, əlindəki nə olacaq? Çamadan olacaq. Bir dənə əşyalarımızdan çamadan qalıb. Çantanı da onda mən yazmalıyam növbəti D şəxsinə. Şəxslərdən də bir dənə D qalıb. Sonra deyir ki, yarışda iştirak etmək üçün D-nin getdiyi yer Qusar deyil. Deməli, D yarışa gedirmiş. Özdə Qusar deyil. Qusar deyilsə, onda Qusarı hara yazmalıyam? B-yə yazmalıyam. Qusara gedən B olmalı. D-yə də bir dənə rayonlardan, şəhərlərdən daha doğrusu Şabran qalır. D-ni də yazdım Şabrana. S-nin getmək məqsədi qalıb bir dənə. İmtahan oldu, bal alındı, yarışa gedildi. Bir dənə toyda iştirak qalıb. Onda S şəxsi də toyda iştirak etmək məqsədi ilə gedirmiş Xaçmaza. Hər bir şəxsin əlindəki əşyalar, getdikləri şəhərlər və hansı məqsədlə getmiş olduqlarını təyin elədik. Sualımız nədir? Deyir, Qusara gedənin əlindəki nədir? Baxıram, Qusara gedənin əlindəki bidondur. 1. Və Şabrana gedən hansı məqsədlə yollanır? Şabrana gedən D idi. Məqsədi yarışda iştirak etməkdir. 5 uyğun gəldi. Deməli, cavabımız olacaq 1 və 5 A variantı. Sinifdə deyir, oğlanların sayı qızların sayının 4də 1 hissəsi qədərdir. Cəmi 35 şagird varsa, onlardan neçəsi oğlandır? Deməli, bir sinif təşkil olunur ümumiyyətlə oğlanlardan və qızlardan. Deyir, oğlanların sayı qızların 4də 1 hissəsi qədərdir. Mən qızların sayına x, oğlanların sayına 4də 1 x yaza bilərəm. Çünki əgər biri digərinin 4də 1 hissəsidirsə, 4də 1 hissəni tapanda nə edirik? Ədədi hissəyə vurmalıyıq. Qızların sayı olsun x, oğlanların sayı olsun 4də 1 x. Deyir, sinifdə cəmi 35 şagird var. Bu nə deməkdir? Bütün sinif şagirdləri cəmləyirəm. Yəni x ilə 4də 1 x-i cəmləyərəm və nəticəsi bərabər olar 35-ə. X ilə 4də 1 x-i cəmləsəm, ortaq məxrac açsam 4, yuxarıya vursam 4 plus 1 olacaq 5. 4də 5x bərabərdir 35. Buradan mən x-i tapmaq istəsəm, x-i tapanda 35-i vuraram 4-ə, bölərəm 5-ə. Cavabımızı alarıq 28. İndi belə başa düşürük ki, 28 net kimdir? Qızlardır. Oğlanlar da 28-in 4də 1-idir. 28-in 4də 1-ini tapanda bu ixtisar gedir və 7 nəfər qalır oğlanların payına. Və soruşur bizdən, 35 şagird varsa onlardan neçəsi oğlandır? Bizə məlum oldu ki, 35 şagirdin 7 dənəsi oğlandır, yerdə qalan 28 isə qızdır.